Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, ümumi bir sınaq işləyib hazırlamışam sizin üçün. Müdavimlərim narazılıq edir, çox çətin suallar salıram. Tam sertifikasiya tipli suallardır. Ümidvaram sizin də xoşunuza gələcək. Düşünürəm ki, gəlir, abunə sayı artır. Buna görə təşəkkür edirəm. Zaman ayırırsınız, dinləyirsiniz, münasibət bildirirsiniz. Çox təşəkkür edirəm. Uğur arzulayıram hər birinizə. İnşallah çəkdiyiniz zəhmətin xeyrini görərsiniz hər biriniz. Birinci suala baxaq. Yanlış olanı tapın. Qanye nəzəriyyəsindəndir. Müəllimlər, Qanye bilirsiniz də, öyrənmənin 9 addımı və yaxud da öyrənmənin şərtləri nəzəriyyəsinin banisidir. Çox da gözəl bir nəzəriyyə. İşləyib, hazırlayıb. 9 addımdır. Hansı addımlar idi onlar? Niyə mən buna bu qədər geniş izah verirəm? Çünki elə addımlara aid olan bir sualdır o baxımdan. Qanyeyə aid bir-iki fikir verim, deyim, ondan sonra 9 addıma keçərik. Qanye deyirdi ki, öyrənmə müşahidə olunan davranışın nəticəsidir. Yəni, insan öyrənibsə, onu davranışında nümayiş elətdirəcək. Qanye deyirdi ki, ən zəif bənd yaddaşdır. Çünki o informasiyanı emal eləmir. Qanye deyirdi ki, hər kəs eyni şeyi öyrədir, amma baxır kim necə öyrədir. Ona görə də uşağın nə öyrənməsindən çox onun necə öyrənməsi daha maraqlıydı. Daha məntiqlidir Qanye üçün. 9 addım hansılar idi müəllimlər? Əminəm ki, bunu bilirsiniz, amma bir xatırlatma eləyək. Mən də Qanye nəzəriyyəsinin 3-cü addımını müraciət edirəm. Birinci addım nə idi? Şagirdin diqqətini dərsə cəlb eləmək. Biz onsuz da buna müraciət edirik, motivasiya adlanır. İkinci addım təlim nəticələri şagirdlərə elan etmək. Biz bilirik ki, təlim nəticələri, daha sonra qiymətləndirmə meyarları şagirdlərin diqqətinə çatdırılmalıdır. Üçüncü addım əvvəlki bilik və bacarıqların tətbiqi. Dördüncü addım dərsin mövzusunu təqdim etmək. Beşinci addım öyrənməni təmin etmək. Altıncı addım bilik və bacarıqların tətbiqi. Yeddinci əks əlaqə. 8 təlim nəticələri reallaşmasını yoxlamaq. 9 isə bilik və bacarıqların möhkəmləndirilməsi. Mən həmişə müəllimlərə deyim ki, 6-cı addım sinifdə görülən işdir. 9-cu addım isə ev tapşırığıdır. Yəni, artıq möhkəmləndirmək üçün evə tapşırıq verirəm. İndi birinci sual belədir ki, Qanyenin öyrənmənin şərtləri nəzəriyyəsinə görə hansı situasiya yanlışdır? A-da deyir ki, müəllim şagirdlərin ev tapşırığını yoxlamaqla onların öyrənmə səviyyəsini dəyərləndirir. Müəllimlər, belə bir addım yoxdur Qanyedə. Evi tapşırıq verənə qədərdir. Ondan sonraki yoxdur. Yəni, 10-cu addım yoxdur. Ona görə biz A variantını götürürük. Amma digərlərinə baxaq. Dərsin sonuna doğru müəllim refleksiya etməklə təlim nəticəsini nə dərəcə reallaşdırmaya müəyyənləşdirməklə bu 8-ci addımdır. Refleksiyadır, qiymətləndirmədir, özünü qiymətləndirmədir. Bunlar hamısı 8-ci addımdadır. C-də deyir ki, müəllim tədris zamanı əvvəlki dərslər öyrənilmiş mövzuları yada salır, müzakirə edir və keçiləcək məzmunla əlaqə qurur. Bu 3-cü addımdır. Əvvəlki bilik və bacarıqların əlaqəsidir. D variantında da müəllim şagirdlərə öyrəndiklərini sinifdə tətbiq etmələri üçün praktik məşğələ verir. Bu da 6-cı addımdır. Sinifdə tapşırıq verirsə 6-dır, evə tapşırıq verirsə 9-dur. İkinci sual. Hansı fikir doğrudur? İntrovert, ekstrovert şəxsiyyət tiplərindəndir. Müəllimlər, şəxsiyyətin bilirsiniz ki, 2 tipini Carl Jung, 3-cü Eysenck tərəfindən araşdırılıb. O deyirdi ki, ambivert şəxsiyyət tipi də var ki, hər iki şəxsiyyət xüsusiyyətlərini özündə birləşdirir və faiz etibarına daha çoxdur. Introvert, belə deyək ki, şəxsi mülahizələrinə görə qərar verir. Düzdür, sosiallaşır. Biz onlara deyə bilmərik ki, onlar özünə qapanıqdırlar. Bu yanlış olar. Ekstravertlər isə ətraf aləmdə, insanlar arasında olmağı çox sevir, diqqət mərkəzində olmağı sevir və onların ən üstün cəhəti cəmiyyətin ən aktiv üzvlərinə çevrilmələrdir. Amma təbii ki, çatışmamazlıqlar var. İndi oralara toxunmuram, əminəm ki, bilirsiniz. İntrovert şəxsiyyət tipinə aid şagirdlər fərdi şəkildə fəaliyyət göstərmək üstün tutduqlarından onları qrup işinə cəlb etmək doğru deyil. Təbii ki, olmaz belə bir şey. Çünki introvert şəxsiyyət tipində əgər biz onları... Ümumiyyətlə, introvert şəxsiyyət tipində belə bir xüsusiyyət var ki, onlar səthi müzakirələrdən yorulurlar. Belə olan təqdirdə onlar insanlarla ünsiyyətdən qaçırlar. Nə mənada qaçırlar? Yəni, özlərinin daha dəyərli hesab etdikləri işlərə məşğul olurlar. Və bu zaman getdikcə orada asosiallaşma problemi baş verir. Müəllim bunu bildiyi təqdirdə mütləq ki, introvert və ekstrovert şəxsiyyət tipindən qarışıq şəkildə bir qrup olmalıdır müəllimin. Çünki bu uşaqlarda getdikcə asosiallaşma problemi
olmasın deyə. Ona görə də burada doğru fikir deyirsə A doğru deyil. B-də deyir ki, nəzərə alsaq ki, ekstravert şəxsiyyət tipinə malik şagirdlərə insanlarla ünsiyyət malik şagirdlər insanlarla ünsiyyətə üstünlük verir. O zaman onları yalnız qrup işlərinə cəlb etmək daha məqsəd uyğundur. Niyə? Digər iş formalarından istifadə etmək olar. Üzr istəyirəm. Yəni cütlərlə də, bütün siniflərdə iş formalarında və yaxud da fərdi işə də istifadə etmək olar. Yəni onlar fərdi iş formasında da düzdür. Onlar üçün cütlərlə və qruplarla daha uyğundur. Amma bu demək deyil ki, onlar digər iş formalarına cəlb oluna bilməz. Təbii ki, bu yanlış bir cavabdır. D-də deyir ki, dərs zamanı introvert şəxsiyyətinə aid şagirdlərin diqqətini çəkmək üçün onlara mövzuya maraq oyan tapşırıqlar vermək lazımdır. Ümumiyyətlə, introvert şəxsiyyət tipi onlarda maraq oyatmağa ehtiyac yoxdur. Çünki hətta belə demişdik ki, ekstravertlər müəllim faktoru onlar üçün çox önəmlidir. Onlar müəllimi sevməsələr, dərsi oxumurlar. Amma introvertlərdə bu problem yoxdur. Onlar marağı özləri yaradırlar. Onların daxili motivasiyası çox güclü olur və öz qərarlarını analiz edirlər. Uzun sürən analizlərdən istifadə edirlər. Yəni, özləri düzgün qərar verməyi bacarırlar. Öz qərarlarını özləri verə bilirlər. Ona görə də onlara maraq oyatmağa ehtiyac yoxdur. Onların onsuz da bilirlər ki, bu onun üçün vacibdir və onların marağı olur. C-də deyir ki, şəxsiyyətin formalaşmasında müəllimin metakognitiv düşüncəni inkişaf edən tapşırıqlar verməsi lazımdır. Bəli, metakognitiv düşüncəni tapşırıqlar ümumiyyətlə çox önəmlidir. Çünki meta üstün kognitiv idrakdır. İdrakin üstünü olan tapşırıqlardır. Şagird orada özünü tanıyır, özünü idarə edir və belə deyək ki, sosial bacarıqlarını tənzimləyə bilir, cəmiyyətdə mövqe tutmağı bacarır. Ona görə də bu doğru cavabdır. Üçüncü sual. Sinifdə konflikt baş verir. Müəllim şagirdlərə müxtəlif həll yolları təqdim edir. Şagirdlər bu həll yollarından öz nöqteyi nəzərlərinə uyğun həll yolu seçib əsaslandırırlar. Müəllimlər, baxın, əsaslandırırlar deyir. Müəllimlərin çoxu bunu təhlil götürür. Amma fikir verirsinizsə, öz nöqteyi nəzərlərinə, yəni burada öz şəxsi maraqları önəmlidir. Hərə öz fikrinə görə bunu əsaslandıracaq. Deməli, nə olacaq? Dəyərləndirmə olacaq. Öz baxış açısından dəyərləndirirlər. Deməli, münasibət bildirirlər. Mühakimə eləyəcəklər, əsaslandıracaqlar. Deməli, tənqid təfəkkür olur və konseptual olur. Cavab D variantıdır. Dördüncü sual. Hansı situasiyada şagirdin inkişafını təmin edilmir? Hansı situasiyada? Baxaq görək. Müəllim dərs zamanı müxtəlif hazırlıq səviyyəsində olan şagirdlərdən ibarət qruplar təşkil edir və həll etmələri üçün hər qrupa müxtəlif tapşırıqlar verir. Bu doğrudur. Burada inkişaf baş verir. Müəllim tapşırığı düzgün etməyən şagirdə yaxınlaşır. Niyə düzgün etmədiyini soruşur və ona tapşırığın düzgün yazılmış yoldaşının dəftərini göstərib düzgün həll yolu necə olduğunu göstərir. Bu müəllimlə bu destruktiv rəydir, keçmişə yönəlmiş rəydir. Effektiv həll yolu deyil. Çünki müəllim digər şagirdin dəftərini göstərib ona istiqamət verməli deyil. Bu bir. İkincisi, müəllim şagirdin niyə yanlış yazdığını soruşmalı deyil. Keçmişə yönəlmiş bir addım olar. Müəllim şagirdin düzlərini vurğulamalıdır, pozitivdən yanaşmalıdır. Səhvlər üçün istiqamət verməli, daha digərinin belə deyək də yolunu, istiqamətini göstərməli deyil. Dəftərini göstərməli deyil. 5-ci sual. Hansı situasiyada bullying hadisəsinin müəyyən edilməsinə xidmət etmir müəllimlər? Bax, bu sertifikasiya imtahanına düşmə ehtimalı olan suallardandır. Niyə görə? Çünki müəllimlər müəyyən edilməsi ilə həll edilməsini qarışdırırlar. Çalışıram ki, hər dəfə bununla bir sual salım sınaqlara ki, sizə də istiqamət olsun. Burada artıq müəyyən edilməsinə xidmət etmir deyir. Yəni, müəyyən edilməsinə xidmət eləmirsə, deməli, həll edilməsi yolunu tapmalıyıq biz. Gəlin baxaq. Məktəb heyəti, müəllimlər, direktor və psixoloq qarşılıqlı əməkdaşlıq edir. Konfidensiallığı qorumaqla lazım məsələ anında müzakirə edirlər. Burada müəyyən edilir ki, konfidensiallığı qorulur. Artıq müəyyən ediblər, tapıblar və o sirri qoruyurlar ki, sir deyəndə ki, yəni gizliliyi qorurlar ki, orada şagird, orada belə deyək ki, mənfi nəticələrin üzləşməsin, yaralanmasın psixoloji cəhətdən. A düzdür. B-dədir ki, müəllim şagirdlərə mənəvi dəyərlər aşılayır, ona da emosional zəkanın inkişafı üçün müxtəlif fəaliyyətlər edir. Bu müəyyən edilməsi deyilməlidir, bu həll edilməsi yoludur. Ona görə burada cavab B variantıdır. C-də müəllim sinif rəhbəri olduğu şagirdlərin valideynlərlə davamlı əlaqə saxlayır, şagirdlər haqqında ətraflı məlumat toplayır.
Bu da müəyyən edilməsidir. Müəyyən edib artıq daha geniş məlumat toplayır ki, tam məlumatlı olsun. Deyir ki, müəllim şagirdlər üçün onların emosional vəziyyəti haqqında məlumatları yer aldığı portfolio hazırlayır. Bəli, bu da portfoliodur, anket sorğuydu. Bunlar hamısı müəyyən edilməsinə xidmət edir. Ona görə bu da cavab B variantıdır. Növbəti suala keçirik. Yanlış olanı tapaq. Refleksiyadan istifadə həm də ona görə lazımdır ki, deməli, müəllim şagirdlərin metakognitiv düşüncəsini inkişaf etdirsin. Biz bilirik ki, refleksiya metakognitiv düşüncəni inkişaf elətdirir. Bu düzdür. Müəllim fasilitator kimi funksiyası həm tələb edir ki, müəllim şagirdin informasiya mənbələri təmin etsin. Bəli, müəllim fasilitator məlumatla təmin edən olmalıdır. Bu da düzdür. Motivasiya ona görə lazımdır ki, dərs zamanı şagirdlərin meyil və marağını, potensial imkanlarını üzə çıxarmaq mümkün olsun. Bəli, şagird dərsə cəlb edərkən onun maraqlarını nəzərə almalıyıq ki, şagird dərsə cəlb edə bilək. Çünki düzgün qurulan motivasiya dərsin 50%-ni görmüş olmaq deməkdir. Yəni işin 50%-ni. İnteraktiv formada dərs keçmək həm ona görə lazımdır ki, şagirdlərin davranış problemlərinin qarşısı alınır. İnteraktiv dərs müəllim şagird münasibətlərinə əsaslanan əməkdaşlıq şəraitində keçən dərslərdir. Orada innovasiyadan istifadə olunur, şagirddə problem həll etmə, qərar qəbul etmə, şəxsiyyət kimi formalaşmasına kömək edir. Şagird orada aktiv dinləyici olur və araşdırmaçı olur. Ona görə də burada problem yoxdur. Y-də deyir ki, şagirdlərin öyrənmə tərzlərini ona görə bilmək lazımdır ki, müəllim sinifdə summativ qiymətləndirmənin tələbinə uyğun apara bilsin. Müəllimlər, summativ qiymətləndirmə öyrənmə tərzləri nə dərəcədə nəzərə alınır? Summativ qiymətləndirmə yekun, yəni bölməni yekunlaşdırmaq üçündür. Burada öyrənmə tərzləri deyirsə, bu formativdə nəzərə alınmalıdır ki, hər gün keçirilən dərsləri, yəni bu summativin tələbi deyil. Cavab Y variantı səhvdir. Bu iş formasında şagirdlərdə həmçinin bir-birini fəal dinləmə bacarığı formalaşır. Bu iş forması ona görə forması öyrənmə prosesində çətinlik çəkən şagirdlərin gücü şagirdlərdən öyrənməsinə şərait yaradır. Müəllimlər digər şagirdlərdən şərait yaradır deyirsə, deməli burada cütlərlə və qruplarla iş formasından söhbət gedəcək. Ona görə cavab B variantı. Bir-birindən, sonra bir-birlərindən, ona görə. Açar məqam var əslində orada. Aşağıdakılardan biri müəllimə fasilitasiya bacarığına aid deyil. Fasilitator müəllim bilirsiniz də funksiyaları necə olur. Fasilitasiya müəllim dinləmə bacarığı olmalıdır. Fasilitasiya edən müəllimin müşahidə bacarığı olmalıdır. Məlumatla təmin etməlidir. Yəni digər bacarıqları var, amma hazır şəkildə ötürmək olmaz. Sərbəst sözü, yəni şagirdlər sərbəst iş fəaliyyətinə cəlb eləsin, müstəqil, bu kimi sözlər fasilitasiya zidd terminlərdir və yaxud da birbaşa izahı verilməsi və yaxud da hazır şəkildə izah verilməsi fasilitasiya qaydalarına ziddir. Birdə deyir ki, şagirdlərdə öyrənməyə motivasiya yaradılmasına xidmət edir. Bu düzdür. Yeni anlayış izahsız verilməlidir. İzahsız olmaz müəllimlər. İzah olmalıdır ki, bəs fasilitasiya nədir? Müvəqqəti yardımda dəstəkdir. İzahsız verilirəmsə mən necə dəstək edirəm uşaqlar? Olmaz. 2 səhvdir. Qrupun işini fəaliyyəti əsasında qiymətləndirir. Bəli, şəxsiyyətin xüsusiyyətlərinə görə yox, onun göstərdiyi fəaliyyətə görə düzdür bu. Şagirdlər arasında əməkdaşlıq yaranmasına şərait yaradır, müzakirəni artırır, düzdür. Hər bir şagirdin çıxışından dərhal sonra rəy verir, münasibət bildirir. Bu, biraz sinifdə xaosun yaranmasına olar müəllimlər. Müəllim hər şagirdin çıxışından dərhal sonra yox, müzakirəni dinləməlidir, daha sonra rəy verməlidir. Təsəvvür edin ki, uşaq danışır, rəy verirsən, digər uşaq danışır, rəy verirsən, digər uşaq danışır, rəy verirsən. Axırda nə baş verir? Xaos yaranır və vaxt da heç ona çatmaz. 30 dənə uşaq varsa sinifdə, hər biri danışından sonra rəy verirsə, bu olmaz, mümkün deyil və ya deyək də səliqəsiz bir mühit yaranır. Ona görə cavab olacaq 2-5D variantı. 9-cu sual belədir. Verilmiş situasiyaların hansılarında sual-cavab prosesi daha effektiv şəkildə təşkil edilib? Baxaq görək, hansını daha effektivdir müəllimlər. 1. Müəllim dərsə əvvəlcədən hazırladığı yuxarı təfəkkür səviyyəsinə uyğun sualların daha hazırlıqlı hesab etdiyi şagirdlərə ünvanlayıb sual-cavab edir. Yaxşı, bunu başa düşdük. Bəs aşağı səviyyəli ATEST müəllim niyə ATEST hazırlamayıb, ancaq YTS hazırlayıb? Yuxarı təfəkkür səviyyəsinə uyğun hazırlayıb, amma aşağı təfəkkür səviyyəsinə uyğun hazırlamayıb. Amma müəllim nə etməlidir? İşini bilən müəllim sinifdəki bütün şagirdləri nəzərə almalıdır. Ona görə də bir səhvdir, biri götürə bilmir. Bir harda var? A-la C getdi. Davam edirik. Müəllim şagirdlərə onların səviyyəsinə daha yüksək, yuxarı təfəkkür səviyyəsinə aid açıq tipli sual verir. Əksəriyyət bu suala cavab verə bilmir. Müəllim onlara fikirlərini bildirmək üçün əlavə imkan yaradır. Müəllim deməli, şagirdləri inkişaf elətdirmək üçün bir tıp yüksəyə suallar verir.
və şagirdlərə düşünmə və gözləmə vaxtı verir bunu cavablandırmaq üçün. Bu düzdür. 2 düzdür. Müəllim keçirilən mövzu ilə bağlı şagirdlərdən birini sual cavab edir. Daha sonra növbə ilə şagirdlər biri-biri ilə özünü sual cavab edir. Deməli, müəllim 30 dənə uşaqdır, bir dənə uşağa sual cavab edir. Sonra işini asanlaşdırmaq üçün deyir ki, başlayın özümüz bir-birimizi sual cavab eləməyə. Bu effektiv həll yoldumu? Xeyr. 3-ü də çıxırıq. Deməli, 3 də çıxdı. Yerdə nə qalır? 2, 4, 6. Gəlin baxaq. 4-də deyir ki, müəllim tədris prosesində şagirdlərə mövzu ilə bağlı müxtəlif tipli sual hazırlamağı və bir-birlərini sual cavab etməyi tapşırır. Bu effektivdirmi? Bəli. Çünki şagirdlər bir-birinə sual hazırlayarkən artıq sual tərtib etmə bacarığı olacaq şagirdlərdə. Müxtəlif tipli olmağı da şagirdləri artıq sual tərtib etmə bacarığına köməklik eləyəcək və bir-birini sual cavab eləyərkən artıq bir-birini qiymətləndirməsi də mümkün olacaq və bu effektivdirmi? Bəli. 5-də deyir ki, müəllim şagirdlərin çevik düşüncələrini təmin etmək üçün onlara bütün dərs boyu mövzu ilə bağlı sürətli sual cavab edir. Sürətli şəkildə olmaz müəllimlər. Çünki müəllim orada düşünmə və gözləmə vaxtı verməlidir. Çünki sürətli edərkən yaxşı öyrənən uşaqlar, aktiv uşaqlar cavab verəcək, passiv uşaqlar isə sual cavabda belə deyək, iştirakdan kənarda qalacaqlar və qapalı düşüncə tərzinə keçəcəklər. 5 olmaz. Müəllim əksər şagirdlərin səhv cavab vermə ehtimalına baxmayaraq mövzu ilə bağlı dərslikdə olmayan informasiyadan sual cavab edir. Müəllim ona görə dərslikdə olmayan informasiyadan sual cavab edir ki, müəllimlər, bu sizə qəribə gəlsə də, yəni onu müəllim uşaqlara bildirmək istəyir ki, insan daim axtarışda olmalıdır. Əgər dərslikdə deyilsə, bir şey, əgər dərslikdə olmadısa, o demək deyil ki, bunu öyrənməməliyik. Gedib araşdırmalıyıq, öyrənməliyik. Daha çox özümüzü zənginləşdirməliyik. Üstəlik də hər şey kitabda yazılmayıb. Kitabla kifayətlənmək olmaz. Müəllim bunu təbliğ etməyə çalışır. Şagirdlər tənqidi düşüncəni formalaşdırır əslində. Yəni, araşdırmaq qabiliyyətini formalaşdırır. Sual tərtib etmək qabiliyyəti formalaşdırır. Ona görə bu da cavabdır 2, 4, 6. Doğru olanı seçək. Seçək. Müəllim tədris ili başlayandan bir neçə dəfə valideyn iclasını keçirdir. Lakin valideynlərdən biri müəllimin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, iclaslarda iştirak etmir. Müəllim valideynin bu etinadsızlığını iclaslar zamanı digər valideynlərə mənfi örnək olaraq çəkir. Bu zaman situasiya ilə bağlı hansı fikir doğrudur? Mütləq ki, bu situasiyanı oxuyandan sonra bir şey dəqiq fikirləşdiniz ki, müəllim konfidensiallığı gözləmir. Bir valideynin çatışmamazlığını digər valideynlərin yanında səsləndirir. Bəli, konfidensiallıq gözləmir. Bir bu cavabdır, düzdür. Müəllim tədris ili başlayan valideyn iclası təşkil edirsə, valideyn gəlmirsə, deməli, valideyn öhdəsinə düşən işi yerinə yetirmir. Yəni, müəllimlə əməkdaşlıqdan qaçır. Valideynin vəzifəsidir ki, müəllimlə, məktəb psixoloqu ilə əməkdaşlıq eləsin. Deməli, burada konfidensiallıq var. 1-3 dəqiq var. 1-3, 4-ə baxırıq. Burada məktəb valideyn əlaqələrinin tənzimlənməsi tələb pozulur. Bəli, düzdür. Çünki üçbucaq pozuldu. Müəllim, tərəfi valideyn, tərəfi məktəb olmalıdır. Amma valideyn gəlmirsə, bu üçbucaq artıq üçbucaq halından çıxır və əməkdaşlıq pozulur. Cavab nə olacaq? 1, 3, 4. 2-də deyir ki, müəllim valideynin müvafiq hüququnu təmin etmir. Müəllim bütün hüquqlarını təmin edir. Müəllim valideyn iclasda keçirdir. Valideyni belə deyək də, dəfələrlə çağırır, xəbərdarlıq edir. Müəllim burada təkirlidir, ısrarlıdır, amma valideyn məsuliyyətsizliyidir. 2 düzgün deyil. 5 də deyir ki, dəstəkləyici mühit yaratmır. Müəllim daha nə etməlidir? Valideyn iclası çağırır da. Sadəcə müəllimin orada mənfi xüsusiyyəti orada odur ki, etik davranış qaydalarına konfidensiallığı gözləmir. Bu qədər müəllimlər. Ümidvaram ki, xoşunuza gəldi. Sizə belə deyək də yararı oldu. İzləmədə qalın, abunə sayı. Digər dəstək olun həmkarlara ki, qoşulsunlar, dinləsinlər. Bu tip suallar düşür, imtahana bilirsiniz. Sınağa da qatıldınız, gördünüz. Bu tip sınaqlar təbii ki, imtahan gününə qədər davamlı olaraq paylaşacaq. Təşəkkür edirəm ki, dinlədiniz.